Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Çok kıymetli kardeşlerim, Ramazan öncesi sonuncu söhbətimizdir. İnşallah növbəti haftaya artıq Ramazan başlamış olacaq. Rabbim inşallah bizi Ramazana qovuştursun və ibadətlərimizi, itaətlərimizi, oruçlarımızı, sahurlarımızı, iftarlarımızı dərgah hizmetində qəbul edilsin. Bu Ramazan ayından inşallah bağışlanmış şəkildə çıxa bilməyi, cənnətə qazanan qullarına eyləsin. Müminin həyatında namaz və zəkat kitabından davam edirik. Zəkat bəhsindəyik. Başlıq, karlı mal bu. Karlı, yəni qazançlı mal bu. Ənəs radiyallahu anh, Allah ondan razı olsun, anladır. Mədinədə ənsar arasında ən çox xurmalığı olan Əbu Talha radiyallahu anh idi. Onun sevdiyi malı da Məscid-i Nəbəvinin qarşısındakı Beyruha adındakı 600 ağaçlı xurma bağçası idi. Resulullah zaman zaman bu bağçaya girər və oradan şirin su içərdi. Bağçada dadlı su var imiş. Rayon yerlərində bəzən görsən kaçarka vururlar. Bəzi kaçarkalar içməli olur, bəziləri duzlu olur, şoran olur. Yəni ancaq əl ayaq zad yumağa. Ağacı sulayanı belə görsən ağacı qurudur. O bağçada da, Beyruha bağçasında da, Əbu Talhaya aid olan bağçada da şirin su var idi yəni. Allah Resulü oradan içərdi gedib ara sıra. Bu ayət-i kərimə nazil olunca Əbu Talha radiyallahu anh Resulullah sallallahu aleyhi ve sellem Efendimizə gələrək belə dedi. Ya Resulullah, mənim ən sevdiyim malım Beyruha adlı bağçadır. Onu Allah rizası üçün təsəddüq edirəm. Allahdan onun savabını və axirət azuqəsi olmasını diləyirəm. Bunun üzərinə Efendimiz aleyhissalatü vesselam səni təbrik edirəm. Karlı mal dediyin işte budur buyurdu. Ravah Buxari Müslim. O ayət gəlmə, hansı ayət gəlmədi? Lən tənəlül birra hattə tunfiqu mimmə tuhibbun. Sevdiklərinizdən Allah yolunda vermədikcə birrə, yəni cənnətə, cəmalullaha, Allahın rizasına qovuşa bilməzsiniz. Bu ayət gəlmədi. Əbu Talhanı o bağçanı təsəddüq etməyə sövq eləyən ayət gəlmə. Təşviq eləyən. Əbu Talha radiyallahu anh arxasından bu gözəl qərarını dərhal tətbiq etmək üçün bağçaya getdi. Bağçaya çatdığında xanımını bir ağacın kölgəsində oturarkən gördü. Əbu Talha bağçaya girməmişdi. Kənarda dayandı. Xanımı soruşdu. Ey Əbu Talha, çöldən niyə gözləyirsən? İçəri girsənə. Əbu Talha, mən içəri girə bilmərəm. Sən də əşyanı toplayıb çıx, dedi. Gözləmədiyi bu cavab üzərinə xanımı çaşqınlıqla soruşdu. Nədən ey Əbu Talha? Bu bağça bizim deyilmi? Əbu Talha, xeyr, artıq bu bağça bizim deyil. Mədinə füqarasınındır. Mədinə kasıblarınındır. Deyərək ayət kərimənin müjdəsini və etdiyi infakın fəzilətini sevinç və nəşə içində anlattı. Bir var sevinərək verən, bir də verdiyinə üzülənlər var. O onda olur heç nə. Verdiyinə üzülürsə adam, oldu, o sədəqə iptal oldu artıq. Verəndə sevinərək vermək lazım. Xanımdan ikimiz adına mı, yoxsa şəxsin üçünmü bağışladın? Sualına da ikimiz adına deyə cavab verən Əbu Talha bu səfər xanımından huzur içində bu sözləri dinlədi. Allah səndən razı olsun, ey Əbu Talha. Ətrafımızdakı kasıbları gördükcə eyni şeyi düşünürdüm də sənə söyləməyə bir türlü cəsarət edə bilməzdim. Allah xeyrimizi qəbul buyursun, İşte mən də bağçanı tərk edib gəlirəm, dedi. Yəni, elə kişinin də elə xanım olur da. Sıddıq nisabı. Nisab bilirsiniz da, zəkatda ən minimal səviyyə, yəni minimal dediyim, artıq o mərtəbəyə çıxdığımız zənginlik, artıq ondan yuxarısı zəngin sayılırsan. Yəni, fağırlığın ən üst səviyyəsi, zənginliyin ən alt səviyyəsi, nisab miqdarı odur yəni. O miqdar pulun paran oldusa, artıq sən zəngin sayılırsan. Zəkat, sıddıq nisabı.
Zekat dinən zəngin sayılan hər mömin üçün ən aşağı, asqari, ən aşağı bir fədakarlıq ölçüsüdür. Fəqət insan sevdiyinə, sevgisi nisbətində fədakarlıqda bulunur. Bunun bir misalı sadədindəki bu hadisə nə qədər hikmətlidir. Fəqirlərdən biri, fəqihlərdən, yəni fiqh alimlərindən biri imtahan etmək məqsədi ilə zəkatın neçədən neçəsi nisbətində verilməsi gərəkdiyini Həzrəti Şibli rahmetullahi aleyhə soruşdu. Şibli Allah dostlarından birisi. Şibli Həzrətləri belə cavab verdi. Bunun cavabını fəqihlərin məzhəbinə görəmi, yoxsa fəqirlərin məzhəbinə görəmi istəyirsən, dedi. Fəqirlər kasıblar demək. Fəqihlər də alimlər. Fəqih hər ikisinə görə də olsun, dedi. İkisinə görə də de. Şibli cavab verdi. Fəqihlərin məzhəbinə görə 200 dirhəmin üzərindən bir il keçdikdən sonra onun 40'da birinə təkabül edən 5 dirhəmini vermək gərəkir. Əgər 200 dirhəmə sahib olmuşsansa, üzərindən bir il keçibsə, bir il sonra 5 dirhəm vermən lazımdır. 200 dirhəmin 40'da biri. Fəqirlərin məzhəbinə görə isə dərhal 200 dirhəmin 200'ünü də verib yaxamı qurtardım deyə bir də şükr etmək gərəkir. Fəqih dedi ki, biz bu məzhəbi din adamlarından öyrəndik. Şibli də belə dedi. Biz də bu məzhəbi Əbu Bəkir Əfəndimizdən öyrəndik. O nəyi var, nəyi yoxsa hamısını Resul-i Ekrem sallallahu aleyhi ve sellemin önünə qoydu. Bunlar ulduzlardakı ölçülərdir. Bizlər də Həzrəti Əbu Bəkir Əfəndimizin halından hissə alaraq infaqlarımızı artırmalıyıq. Peyğəmbər aleyhissalatü vesselam çətin savaş deyilən, Ceyşül Usra deyilən bir savaş vardı. Ceyşül Usra, yəni çətin savaş. O savaşa getmədən öncə səhabədən infaq istədi. Yəni, əldə ovuçda nə varsa toplayın. Hətta belə bundan biraz böyük balalar qulaqlarında qız uşaqları o Allah Resulü əldə nə varsa gətirin deyə şeylədiyi zaman qulaqlarındakı sırqaları aşmağa gecikər çatdıra bilmərəm. Allah Resulünün bu dəvətinə aparıb çatdıra bilmərəm bu infaqı. Görür aça bilmir, dartır qulağından çıxardır, qanını gətirir. Allah Resulünün önünə qoyur. Yəni uşağın fədakarlığına bax. Həmən o savaş hazırlıqlarında Həzrət Əbbəkir bir boxçanın arasında bir müəyyən şeylər gətirdi, qoydu Allah Resulünün huzuruna. Həzrət Ömər radiyallahu anh ondan biraz çox şey gətirdi. İçindən sevindi ki, bu işdə hər halda Əbbəkiri keçdim. Həzrət Peyğəmbər aleyhissalatü vesselam həmən hisslədi bunu. Dedi ki, ey Ömər, sən nə gətirdin? Malı nə qədərini gətirdin? Ya Resulullah, malımın yarısını gətirdim, tən yarısını. Çöndü, çevrildi, Həzrəti Əbbəkir soruşdu. Ey Əbbəkir, sən nə gətirdin? Malı nə qədərini gətirdin? Ya Resulullah, malımın tamamını gətirdim. Hamısını. Evə nə buraxdın? Allah və Rəsulü sevgisini buraxdın deyir. Həzrət Ömər orada deyərsən ki, burada da keçə bilmədim mən bu Əbbəkiri. Allah Rəsulü ikisini də tərifləyir orada. Yəni, Həzrət Əbbəkir evdə Allah və Rəsul sevgisini qoyub, qalan nə varsa gətirmiş ortalığa. Könüldəki taxt. İnsanın könlünə taxt quran dünya varlıqlarından biri də maldır. Cenab-ı Hak Həzrəti İbrahimi Xəlilullah məqamına seçərkən onun malıyla, canıyla və övladıyla imtihan etdi. Həzrəti İbrahim geniş sürülərini yanına bəşər surətində gələn Cəbrailə bir təsbihat qarşılığında infaq edərək bu imtihanı müvəffəqiyyətlə keçdi. Həzrəti Cəbrail İbrahim Aleyhisselam'a qoyun sürülər dediyim, yəni vadiləri doldurur, o qədər sürü yəni, o qədər çoxdur ki, vadiləri doldurur. Bir zikir qarşısında Subbuhun Quddusun Rabbuna və Rabbul Mələkət və Ruh zikir qarşısında sürünün hamısını bağışladı və imtihanı qazandı.
Qəlbdə mal sevgisi durarkən Cenab-ı Haqqa yaxınlaşmağa imkan yoxdur. Gerçək zöhd sərvəti olsa da onu qəlbinə soxmamaq, qəlbi kassaya çevirməməkdir. Həzrəti Süleyman kimi maddiyyatı Allaha yaxınlaşma vəsiləsi olaraq işlətməkdir. Həzrəti Mevlana'nın bu mal sevgisi ilə bağlı gözəl bir bənzətməsi var. Deyir ki, su gəminin altında olarsa, onu lazım olan mənzilə qədər daşıyar. Su gəmini tutur da, qucağında su saxlayır, gidir o bir sahilə çat. Okeanına gidirsən, suyun üstündə, gəmi ilə. Su gəminin altında olarsa, onun mənzilinə çatdırır. Amma su gəminin içinə girərsə, gəminin batmasına səbəb olar. Bu döş cibində portman deyirlər, nə deyirlər, cüzdan deyirlər, pul kisən, pul qabın. Döş cibində olması problem deyil. Amma döşün altındakı qəlbə nüfuz elədi mi, qəlbə girdi mi, o zaman insanı batırır. Yəni, qəlbə salmamaq lazımdır. Maddiyyatı qəlbə salmamaq lazımdır. Çətindir əlbəttə ki, asan deyil. Amma başarmaq lazımdır. O mübarəhələr başarıblar onu. Cenab-ı Hak Ağniyay-ı Şakirin, yəni şükr edən zənginlər nümunəsi olan Həzrəti Süleyman haqqında da Füqara-i Sabirin, səbr edən fəqirlər nümunəsi olan Həzrət Eyüp haqqında da Ni'məl abd, Quran-ı Kərimdə Ni'məl abd deyir. Nə gözəl qul buyurmuşdur. Sad surəsi 44-cü ayətdə. Hətta Süleyman Aleyhisselamın o qədər səltənəti olub ki, yəni çox olub mal dövləti. Və vəsiyyət edir, deyir ki, mənim əlimi cənazəmin kənarına çıxardım belə, əlimi görsün insanlar. Və mal dövlətimi də cənazəmin arxamdan gətirin. Baxsınlar ki, bu qədər mal dövlətə sahib olan Süleyman əli boş gedir. Hansı birimiz sahib olduğumuz okeanı, o nə bilim, o Lexusu və yaxud da o bağı, baxcanı, villanı nəyə apara bilirik? Heç də. Ana bətnindən gəldik bazara, bir kəfən aldıq, döndük məzara. Yəni, o da nəsib olsa, yəni. Kəfəndən başqa nə apara bilir ki? Bəzisinə o kəfən də nəsib olmur. Yəni, dənizdə bu olur, filan, cəsədində tapılır, kəfən də olmur, yəni. Ana bətnindən gəldik bazara, bir top kəfən alıb döndük məzara. O bəzəkli cübbə, o qəşən işmələmə, təkkələr, hamısı dünyada qalır, yəni. Amma birisini hədiyyə elədinsə o təkkəni, sənlə gedən bax odur. Başında işlətdiyin yox, sənlə gedən odur. Allah Resulü Aleyhisselatü Vesselam Efendimiz deyir ki, insanoğlu malım deyib durur. Nədir ki sənin malın? Yeyib içdiklərin, geyinib köhnətdiklərin və əlinlə verdiklərin sənindir. Geriyə qalan varislərin səndir. Təsəddüq eləyərsənsə, öz dünyadaykən nə verdinsə əlinlə, o da gedər səninlə. Yəni, həyatdaykən verdinsə, sənlə gedən odur. Amma qaldısa varislərindir. Ya xeyr dua oxuyaraq işlətəcəklər, Allah rəhmət eləsin. Yaxşı, bu şəraiti qurub gidib filanlik, pişmanlik. Biz indi deyirik, Allah rəhmət eləsin Hacı Madərə. Nə yaxşı ki bu, Allah rəhmət eləsin Əlcivan abiyə. Nə yaxşı ki bu bərabər əlbir olub bu məscid tikiblər filan illər. Hacı Madərə olmasa yerdən tikən, buranı da tikən bildik də. Yəni, 2006-da da buranın icazəsini Hacı Madərə rəhmət alıb. Yəni, indi axirət aləmdədir hər ikisi. Amma biz burada söhbət edirik, namaz qılırıq, savab gedir ora. Tükənməyən savab. Axar sədəqə. Vakıf mədəniyyəti. Tariximizdə müəzzəm bir vakıf mədəniyyəti vardır. O böyük külliyələri inşa edən əcdad zəkatlarını verdikdən sonra ayrıca sərvətləri ilə bu vakıfları meydana gətirmişlərdir. Dəvasa külliyələrin mərkəzinə Məkkə-i Mükərrəmə, Mədinə-i Münəvvərə və Qudüs-ü Şərifdə olduğu kimi bir cami inşa edilmişdir. Türkiyəyə gedənlər, o böyük Selahattin camilərinə gedəndə görürsən, ortada məsciddir, kənarda aşevi, mədrəsə, hamam, darüşşifa, şifaxana, yəni məscidin ətrafında və biraz irəlisində də qəbristanlıq.
o namaza gəlib gedən istiqbalını görsün ki, ən son bura gələcəm. Yəni, ölümü düşünmək, ölümü təfəkkür eləmək insanın həyatını düzənə qoyur. İstiqbalını görən. Yəni, bəzən görürsən ki, bina tikilib, bir tərəfi elə bir ki, qəbristanlığa baxır. Hündür binadır, bir tərəfi qəbristanlığa baxır. O tərəfin evlərini alan olmur, qiymət düşür. Niyə? Adam ölümü görmək istəmir, ölümü düşünmək istəmir. Çal oynasın, vur oynasın, həyat bundan ibarətdir sanki. Elələrində həyat bundan ibarətdir. Ölüncə anlayacaqlar, həyat bundan ibarət deyil. Onun ətrafına mədrəsə, dərgah, hamam, imarət, aşevi, şifaxana, kitabxana kimi topluma xidmət edəcək çil-çil qubbələr sərpilirdi. İndi inşallah nəsib olub dəstəmazxanamızı tikəriksə, orada da bir kitabxana olacaq. Yəni, kitabxana deyəndə aklıma gəldi. Yəni, biz də o şeyi həyata keçirmək istəyirik. İndi aşevi, filan, feşmikən onları eləmək bəlkə də imkan yoxdur, hamam filan. Amma hamam deyəndə, yəni bir dənə duş otağı da şey deyərik, o da onun yerinə keçmiş olar. Ehtiyac olan girir duşunu alar. Zərif çeşmələrdən hər zaman içmə suları qəndillərdə şərbət axıdılırdı. Zərif çeşmələrdən hər zaman içmə suları qəndillərdə, mübarək gün və gecələrdə şərbət axıdılırdı, bal şərbəti. Bütün bu külliyənin məsrəflərini kirası ilə qarşılamaq və xalqın ehtiyacını görmək üzrə bir çarşı arasında inşa edilmişdi. Yəni bir bazar şeylənir, bu bazardan gələn gəlir, bu məscidin ehtiyaclarını qarşılamaq üçün istifadə edilirdi. Bu külliyənin ətrafında mömin bir şəhər halqalanırdı. Böyük camilərin yanında qaranlıq gecələrdə yatsı və sabah namazlarına asanca gedə bilməsi üçün kiçik məscidlər də ehmal edilməzdi. Yol üzərinə xanlar, karvansaraylar, xəstələr üçün hər cür ehtiyacların gidərildiyi, həll edildiyi xəstəxanalar, yəni şəfaxanalar inşa edilirdi. Əcdadın vakıf mədəniyyəti o səviyyəyə gəlmişdi ki, xeyirsevər möminlər bu incə və lətif düşüncələrlə xüsusi xidmətlər axtarmışlardır. Yetim qızlara cehiz hazırlayıb onları evləndirmək. Qurulan vakfın, xeyir müəssisəsinin biri bundan ibarət. Yetim qızların cehizlərini təminləyəcəyik, onları köçürəcəyik. Yəni, bu. Qızıla, üzr istəyirəm, atına minəcəklərin üstünə basması üçün minək daşı infak etmək. Şəhərin müəyyən yerlərindən daş qoyurlar, ata minmək üçün gəlir ayağını qoyur, ata qalxır. Yəni, hər kəs üzəngiyə ayağını keçirdib, belə hop bilib minənmir da. O atın üstünə çıxsın, elə bir ki, pilləkən kimi. Oradan ata minsin deyə. Köçəri quşların yaralı və xəstə olanlarına baxmaq. Köçəri quşlar, görürsən, bəzi quşlar qanadı qırıq olur, ayağı nə olur, uça bilmir. Onlara baxmaq üçün vakıf qurulmuş, mədəniyyətə baxın. Qış mövsümündə təbiətdəki heyvanlara qida çatdırmaq. Mədəniyyət bu deyil. Yoxsa mədəniyəm deyən insanlar uşaqları qətl edirlər. Bir dənə bomba basır, orada filan qədər uşaq insan, yaşlı, xəstə, hamı ölür. Sonra da sözü kəsəgəndə mən mədəniyəm.